pasiyent əgər bizə müraciət edibsə, uşaq istəyi ilə hamilə qala bilmirsə, qadında və kişidə minimal istədiyimiz analizlər və instrumental müayinə üsulları var. Birinci fizik müayinə və şikayət. Gerçəkdən bunlar əlaqədə ola bilirlərmi? Birinci bunu sorğuluruq. Pasiyent deyir, uşağım olmur, əlaqə demək olar ki, yoxdur, 2 ayda bir var ya da yoxdur. Yəni burada artıq başqa faktorlar var. Mütləq pasiyent güzel sorğulanmalıdır. Qohumluq ilişkilərini, ailədə, nəsildə sonsuzluq, genetik olaraq sonsuzluğu təyin etmək üçün bir ailədə, nəsildə uşağı olmayan ailələr varmı? Uşaqlıqda hansı xəstəlikdə keçiriblərmi? Özəlliklə oğlan uşaqlarında uşaqlıqda keçirilən parotit infeksiyası, qulaq tibi deyirik. Bu sonsuzluğa gətirib çıxara bilir. Hamıda deyil, amma bəzilərini gətirib çıxara bilir. Mütləq bundan sorğulanmalıdır. Güzel sorğulanmadan sonra tabii fizik müayinə önəmlidir. Qadının çəkisi, əlbəttə kişinin çəkisi. Son zamanlarda çoxlu kilo alıblarmı? Birdən-birə kökəlmə ya da birdən-birə arıqlama olubmu? Bunlar sorğulanmalıdır. Qadının aybaşı düzəni necədir? Daha öncə müalicə alıbmı? Hansı dərmanlar alıb? Hansı etkisini görübdür? Bunları güzel sorğuladıq. Artıq güzel anamnez topladıqdan sonra əvvəl verdikləri analiz varmı? Aldıqları dəva dərman, müalicələr, bunlar hamısı bir sorğulanır. Onu qeyd edim ki, o qədər də qısa bir sürmür. Bizim özümüzə deyim, pasiyentlərim bilir. Sonsuzluq üçün müraciət edən pasiyentlər ilk gəlişdə bayağı bir güzel sorğulanır. Analizləri baxılır, lazım analizlər yazılır. Bir güzel bir dosya tutulur. Özümüzə bir konspekt də tuturuq. Ondan sonra pasiyent müayinə olunur. İlkin müayinə ən azından bir ultrasəs müayinəsi. Ultrasəs müayinəsi bu xanımın uşaqlığı yerindədirmi? Yumurtalıqları normaldırmı, vardırmı? Boruları, nə vəziyyətdə? Boruları ultrasəsdə görməyə bilərik. Əgər boruda heç bir problem yoxdursa, yəni heç bir bayaq dedim o maye yığışması yoxsa biz onu ultrasəsdə görmürük. Amma boruda maye varsa biz onu ultrasəsdə görürük. Ona görə borunun görünməsi o qədər də gözəl bir şey deyil. Düzdür, dərin baxanda görürük, amma borular şişəndə, içinə maye yığılanda daha gözə çarpan, daha dəqiq görülür. Bu da əslində bir ginekolog istəməyəcəyi bir şeydir. İstəməyəcəyi bir şeydir. Biz ultrasəs müayinəsində əsas dəyərləndirdiyimiz hallar yumurtalıqlar, uşaqlıq, uşaqlığın endometrial qalınlıq. Pasiyent bizə özəl günlərdə gəlməlidir. Ya aybaşının 2-ci, 3-cü gün çox vaxt gəlirlər. Bu durumda biz yeni yetişmiş antral folikullara baxırıq yumurtalıqda. Görək yumurtalıqları düzərti deyirik mən onlara. Yumurtalar necə düzərməyə başlayır. Aybaşının 13-14-cü gün çağırırıq. Görək dominant folikul artıq yetişibmi? Bilirsiniz də, keçən dəfə dedik. Bir folikul 13-14 günə yetişir. Ortalama deyirəm. Təbii bu dəyişə bilir. 10 gündən 18-19 günə qədər dəyişə bilir. Görək bunun folikulu qəşəng yetişibmi, ölçüsünə çatıbmı? Bu arada folikul yetişəndə əlavə nə olmalıdır? Uşaqlıq var. Uşaqlıq da özünü hazırlamalıdır. O bebeği qəbul etməyə, embrionu nə olur? Mən həmişə deyirəm pasiyentlərə evi bəzəməlidir, döşəməlidir. Bu da endometriumun qalınlığıdır. Endometrium normal qalınlıqda olmalıdır ki, o embrion gəlsin. Qəbul eləyə bilsin. Bəli, gəlsin uşaqlığa düşsün, orada yaşaya bilsin. Əgər çox nazikdir, çox düzənsizdir, fərqli problem, infeksion bir durum varsa, orada olan o embrion, bəbək gəlib orada dözməyəcək, məhv olacaq. Ona görə bu xanım ultrasəs müayinəsindən dəyərləndirilir. Ultrasəs müayinəsinin avantajı hər hansı bir ağrısı yoxdur, hər hansı bir zərəri yoxdur və çox ucuza mal olan. Mən bunu tibb açısından başa salmaq istəyirəm. Xəstələrdən daha çox tibb açısından deyil, çox ucuza mal olan bir müayinə yöntəmidir. İkinci, dediyim kimi burada baxdıq ultrasəs müayinəsində. Burada ovulyasiya dediyim kimi folikula baxdıq. Ovulyasiya gedib getmir, endometrium düzəlmir. Pasiyentin hər hansı bir miyoması, kistəsi, belə böyük bir şeylər yoxdur. Bunu gördük. İkinci bir müayinə yöntəmi analizlər. Bəzi hormonal analizlər. Pasiyentdə hipotiroidi varmı? Bəzən insulin dirənci olur kök pasiyentlərdə. Yəni minimal analizlər pasiyenti yormadan bir minimal hormonal balansa baxdıq. Bir problem varsa ona qarşı da müalicə verdik və bəli, pasiyentin əgər bunlar da normal, hamısı normal gəldi. Bir güzgü müayinəsindən baxdıq, uşaqlığın boyuna bilirsiniz. O uşaqlığın boyunu dəqiq görməsi üçün ultrason səsdən daha önəmli güzgü müayinəmiz var. Güzgü müayinəsində vajinada bir problem varmı, ultrasəsdə bir, yəni orada ultrasəs müayinəsinin görmədiyi bir problem varmı? Ona baxdıq, belə. Və üçüncü müayinə yöntəmi, demək uşaq özü normal, analizlər artıq normal gəldi ya da müalicəmizi verdik. Gəldi borular. Bəli, 1 ili tamam olubsa və hamilə qalmırsa borulara baxılmalıdır. Ay həkim, tez deyilmi? Heç mən müalicə almadım. Niyə boruya baxırsınız? Birdən pasiyentin borusu bağlıdır. Mən də müalicəni verirəm. Ya da bir doktor da müalicəni verir. Verir. Dərmanları alır, bədən istifadə edir. Orada həm maliyyət gedir, dərman alır, həm bədənin sonuçta dərman müəyyən qədər bəzi hormonal tərkibləri də var. Sonra baxırıq boru bağlıdır. Artıq burada çelişki olur. Ona görə nəymiş? 1 il boyunca əgər hamilə qalmırsa borulara baxılmalıdır. Pasiyent deyir ki, mənim daha öncə uşağım olub, ikinci sonsuzluq bu arada, daha öncə hamilə olan pasiyent fərqi yoxdur, doğum yapsın, düşük yapsın. Hamilə qalsa bu ikinci sonsuzluqdur.
Mən 3 il öncə hamilə qalmışdım da. Boruma niyə baxırsınız ki? 3 il öncə deyirəm hamilə qalmışdınız. Düşük oldu ya da doğuş yapdınız. Minimal infeksiya tutdu, borun yenidən bağlana bilər də. Heç kim qarantilənməyib ki, borum heç vaxt bağlanmayacaq. Bir dəfə uşaq dünyaya gətirmişəmsə məsələn. Yəni nəymiş, borulara baxılmalıdır. Triad oldu. Fizik demək xəstədən anamnez topladıq, fizik müayinəsini yapdıq, baxdıq, UZİ-yə baxdıq, analizlərdən keçirdik, güclü müayinəsi etdik, bir də ən son boruya baxdıq. Bu qadın. Tərtəmiz. Tərtəmizsə qadın artıq sağlamdır, keçdi kişiyə.